Əziz izləyicilər, Qəbələ rayon Alma bağı deyilən ərazidə yeni salınmış yolun üzərində, yeni salınmış yoldan 300 metr məsafədə yerləşən belə bir həyət evimizi sizə tanış edirəm. Evimizin kanallar mövcuddur. İşıq sayğacı, qaz sayğacı, internet xətti, küçə işıqlanması, hər bir kanallar mövcuddur. Evimiz qoşadaşdır. Yeni təmirdən çıxmış evdir. Evlə tanış edin. Evimizin girişində belə bir mağazasımız var, geniş, böyük maşın saxlamaq üçün. Həyətimizə də bir baxaq. Həyətyanı sahə 6 sotdan ibarətdir. Həyətimizdə müxtəlif meyvə ağacları mövcuddur. Gülü, çiçəyi, hər bir tərəfdə daş hasarla hasarlanmış. Belə bir həyətimiz var. Yəni bu tərəfdə keç. Həyətimizdə ehtiyat su çəni mövcuddur. Sanitar qovşaq mövcuddur. Evimiz hündür kürsülüdür. Advalı çox hündürdür. Yeni təmirdən çıxmış evdir. Evimizin padvalı rütubət deyilən bir şey yoxdur. Quru şəkildədir. 7 daş hündürlüyüdür. Girişdə belə bir böyük zalı var. İstilik sistemi kombidir. Girişdə burada belə bir yataq var. Evimizin kondisiyoneri də var. Belə bir digər yataq otağı buradadır. Və belə bir qonaq otağımız da var, geniş. İşıqlanması da yaxşıdır, işıq pəncərəsi var. Burada mətbəx yerləşir. Mətbəx mebelimiz də yenidir. Və hamam otağı, içəridə sanitar qovşaq. Onu da qeyd edim ki, torpağımızın sənədləri bələdiyyə sənədidir. Ancaq alqı-satqıya yararlı sənədlərimiz var əlimizdə. Kadastro qurulmuş. Kimə maraqlı olsa, bu səhifədə olan nömrələ əldə saxlasın.